Yusif. Yusif'ten out. Yusif yeniden out kazandırdı. Yusif'ten uzun ötürme. Top Canıb komandasında. Halil topu götürür. Halil'den ve gol. Beraberlik golü Halil'den gelir. Bir beraberlik sürür. Out Rafon. Halil'den Yusif'e ötürme. Yusif'ten birbaşa kapıya ve ikinci gol. 2-1 Rafon komandası ilerledir. Ramos prese çıxır. Halil'den Əliyağa, Ramos Əliyağa və Yusif sıxmağa çalışır. Sıxa bilmədi. Və Yusif out. Rafon. Yusif uzun ötürmeyle ortaya ötürür ve rakip komanda topu götürür ve hücuma keçirlər. Halil kontrollü şekilde topun çıkmağına icazə verir. Top yine Rafondadır. Yusif başlayır. Yusif'ten uzun ötürme. Ali'den Halil Əliyağa ne yenebiləcək? Əliyağadan ve top kapıda. Hesap 2-2. Yusif'ten diğer kapıya ve hesap 3-2. Rafon komandasını xeyrinədir. Ve yeniden başlayırlar. Ramos pres edə biləcəkmi? Ramos'un əlinə dəyir ama hakim qərar verir ki oyuna yeniden davam eləmək olar ve Yusif gelen topu alabiləcəkmi? Ve Ramos'tan güzel hareket ve Halil devam edir. Halil'den bir de devam. Faul yoktur mu? Yoktur. Canıb komandasının hücumu ve Yusif'ten güzel ötürme Əliyağa gedir. İlerleyip Əliyağa ve küçten zərbə. Küçten zərbeye başlayırlar. Halil topu götürür. Yusif ve gol. 4-2 hesabıyla Rafon komandası izlədir. Evet, yeniden başlayırlar. Canıb komandası hücuma hazırlaşırlar. Ve Halil'den keçir top Əliyağadan Halil'e taraf ama top out Canıb
komandası. Alta başladılar uzun ötürmədən sonra. Cənub komandası hücuma hazırlaşır. Yusif'tedir top. Yusif'ten güzel zərbə ama top kapıdan kənara keçir. Ramos pres edir. Əliyağa vuracaq mı? Keçə bilmədi. Yusif gəlir üzərinə. Halil geldi. Yusif alabilecek mi? Yusif alabilmedi ve hesap 4-3. Rofum komandası yeniden irəlidir. Halil başlayır oyuna. Yusif gören keçebildi mi? Keçebilmedi. Arda onu keçir. Arda ve gol. 4-4 beraberlik sürür. Yeniden top merkezde ve oyuna devam edirik. Yusif oyuna başlayacak. Halil Arda aldı. Arda hücuma geçir. Arda ve 5-4. Cənub komandası geri dönüş edir ve 5-4 hələ ki irəlidədirlər. Əliyağadan Yusif'ten uzun ötürme ve 5-5 beraberlik olur. Çok çəkmir Yusif'ten. Arda'dan Levana. Yusif topu götürür. Yusif alabilecek mi? Əliyağa ve Yusif ikisi birinde. Halil'dedir top. Arda yeniden kapıya hücum edir ve 6-5 Cənub'u öne çıkardı. Ramos oyuna başlayır merkezde. Ramos'tan Yusif'e ve Yusif'ten uzun ötürme ve out. Rofum. Halil başladı Yusif'ten anlaşmamazlık ve out Cənub komandası. Arda Halil'i geçebilecek mi? Out Cənub komandasını. Ramos'tan Cənub komandası geriye çekilir ve hücuma başlayırlar. Arda'ya uzun ötürme. Arda Yusif ona imkan vermir ve out Rofum. Ve Yusif'tedir top. Arda ve 7-5. 7-5 Cənub komandası hesap farkını biraz daha artırır. Ramos'tan Yusif'ten uzun ötürme. Cənub komandasındadır top.
Əliağadan keçir. Ramos imkan vermir. Halil. Halildən vay out. Evet, out'a başlayırlar. Cənub komandası. Yusif sıxır. Ramos. Ramos'tan Əliağa. Əliağa topu götürə biləcəkmi? Əliağa topu kontrollü şəkildə çıxmağına icazə verir və qapıdan zərbə. Qapıdan. Yusif qapıdan zərbə ilə başlayır. Yusif Arda'ya qarşı. Yusif Arda'nı keçir, irəliləyir. Uzun pas Əliağadan. Ramos'a tərəf alınmır. Ramos'tan bir dənə Yusif topu götürür. Yusif və hesab 7-6. Cənub komandası hələ də irəlidədir. Cənub komandası oyuna başlayır. Uzun ötürmə Arda'ya tərəf. Halildən Yusif'ə. Yusif'ə top gəlir. Yusif Arda'nı keçir. Yusif'dən uzun ötürmə və küncdən zərbə. Yusif küçdən zərbə ilə oyunu başlayır. Yusif'dən Arda'ya top toxunur və Yusif yerdə qalır. Və Əliağadan Halil. Əliağa və Əliağadan qarmaqaç klubdan çıxırlar. Yusif'ə gedir top. Ramos. Küçdən zərbə. Küçdən zərbə. Yusif başlayır. Halil gəl arxaya. Arda və 8-6. Hesab 8-6. Cənub komandasının xeyrinədir. Yusif'dən gözəl driblinglər və Əliağa. Əlil və top qapıdan kənara çıxır. Və küçdən zərbəni Yusif başlayır. Yusif'dən birbaşa qapıya və qapıdan zərbə. Yusif'də Halil və 8-7 olur hesab. Top fərqi 1'ə inir. Cənub komandası 8-7 hesabı ilə öndədir. Ramos'tan keçir. Əliağadan və Halil. Halil'dən Əliağa. Halil topu götürə biləcəkmi? Ramos'tan Əliağa topla çox oynayır. Əliağa və 9-7 olur hesab.
Top Ramos'a. Ramos'tan uzun ötürmə. Qarşıda heç kim yoxdur. Cənub komandası yenidən öz qapısından başlamaq istəyir, amma Ramos buna icazə vermir. Çünki topda qapıdan zərbəyə işarə edir hakim. Cənub komandası hücuma başlayır. Cənub komandasının uzun ötürməsi Yusifdə. Top Yusifdə. Top əla Halilə. Halilə və out Rofum. Rofum da. Onlardan çıxıb. Rofum komandası outla oyuna başlayırlar. Yusif. Yusifdən uzun pas. Küşdən zərbə. Yusif harda qəşidir. Yusifdən birbaşa qapıya və Ramos kal, Ramos arkada kal. gol sayılmır. Təbii ki Cənub komandası out. Rofum. Oraya yok. Halil. Halil'dən Yusif başlayır. Buraya gel, buraya gel. Yusuf. Alttan gol yok. Getirme. Yanına gel gelsin sana. Oyuna başlayırlar. Yusif. Yusif topu qəbul edir. Yusif yenidən Yusifdədir top. Əliyağa və Yusif hücuma keçirlər. Ramos gözləyir. Yusif attır və bir də Yusif Ramos'a. Ramos'tan topun gəlişinə. Top qapıdan zərbə ilə başlayırlar Cənub komandası. Cənub komandası Ramos'u keçir. Əliyağa. Əliyağadan Hadi yola bak. Telaşma sonra. Bu da oyunda. Üstüne gel. Arda bu ne? Arda və 10-cu gol. Hesab 17 Cənub komandasının xeyrinədir. Arda çox gözəl oyun nümayiş etdirir. Mərkəzdən Rofum komandası oyuna başlayır. Yusif'dən top qapıdan zərbə ilə başlayacaq. Və Yusif oyuna başlayır. Yusif'dən Halilə, Halildən və qapıdan zərbə ilə yenidən oyuna başlayırlar. Rofum komandası. Arda və Yusif'in mübarizəsi qapıdan zərbə ilə başa çatır. Qapını düzəltsinlərdən. Xeyr, bu goldur. 11-ci gol Cənub komandasından. 11-7 hesab olur. Yusif və Cavidanın qarşı durması və out Rofum. Yusif'dən uzun ötürmə və Əliyağa. Halil. Əliyağa ilə oyun davam edir. Əliyağa solla zərbə və qapıdan zərbə ilə başlayacaq. Cənub komandasının oyuncuları. Cənub komandasının oyuncuları hücuma keçir. Və Yusif qarşısını alır. Yusif'dən. Halil'dən Yusif'e uzun ötürmə. Yusif. Halil. Ramos və Halil. Arda. Halil. Ramos dur ayağa. Halil'dən hücum.
Halil'den uzun zərbə və top qapıdan zərbə ilə başlayacaq. Arda topladı, Yusif imkan vermir. Arda'dadır top. Arda'dan Yusif topu almağa çalışır və out Canub. Yusif'ten top geçmir və Aliyağa'dan Halil və top qapıdan yan keçir. Və qapıdan zərbə ilə oyuna başlayırlar. Ramas'tan Yusif'ten Halil'e. Halil'den Aliyağa'ya ötürme olacak mı? Olmadı. Yusif alabildi mi topu? Yusif'ten uzun ötürmenin karşısına alırlar ve Arda 12. golü Rofman qapısından keçirdi. 12-7 Cənub komandası irəlidədir. Yusif alta başlayır və uzun ötürmə, amma hara? Və Halil Ramas'tan Halil istiqamətində Halil topu götürə biləcək kimi götürə bilmədi. Kapıdan zərbə ilə başlayırlar. Yusif qarşısını alır və Aliyağa'dan Halil'den top out. Rofum. Halil'den Ramas kapıda. Yusif'ten ilerleyiş. Aliyağa topa çatabilecek mi? Yusif ve Arda'nın Əla ve Aliyağa. Aliyağa'dan Yusif. Aliyağa'dan Arda ve out. Sen bakma. Hemen götür topu. Halil'den Ramas'a tərəf olacaq mı? Yusif'ten Aliyağa alabilecek mi topu yeniden? Ramas ve top kapıdan kenarda. Gelin buraya. Ve birinci dəqiqənin Gelin buraya. tamamlayırlar. İkinci dəqiqədə Halil git su iç. Suyumuzu götürün gelin buraya.